İmam Sadiq əleyhissalam buyurur ki, imanın 10 mərtəbəsi var. Bizim şiələrimiz buyurur ki, gərək o yuxarı mərtəbədə olan, aşağı mərtəbədə olana deməsin ki, məsələn, sən heç bir şeysən. Sənin məsələn imanın yoxdur. Biri imanın məsələn 3-cü mərtəbəsindədir, biri 5-ci mərtəbəsindədir. Biri o 5-ci mərtəbədə olan deyir aşağıdakına deməsin ki, sən heçsin. Yox, bəlkə deyir rəhmətlə, məhəbbətlə, rifqlə, dostluqla, məhəbbətlə onun əlini tutsun, tədrici, yavaş-yavaş bunu qaldırsın yuxarı. Və bu İslam məktəbinin belə desək ən kamil o özəlliklərindən biri, gözəlliklərindən biri də budur ki, bu məktəb tədricidir, Murtaza müəllim. Tədrici yəni nə? Tədrici budur ki, bu məktəb iddia eləyir ki, məsələn, tutaq ki, ən pis mühitdə yaşayan bir insan, Qərbdə yaşayıb, məsələn, bir insan Amerikada yaşayıb, boya başa çatıb, 40 yaşı var, 50 yaşı var, indi istəyir gəlsin, məsələn, İslamla tanış olur, istəyir ki, gəlsin bu da müsəlman olsun, müsəlman olur. İstəyir bu da o ali məqamlara yetişsin. Məsələn, Əbu Zərdən oxuyur, nə bilim o böyük ariflərdən, alimlərdən oxuyur. İstəyir bu da bu cür olsun. Bu məktəb iddia edir ki, deyir, bəli, biz onu tədricinin mənası budur. Tədricinin mənası budur. Biz onun əlindən tutub qədəm-qədəm o ən ali mərtəbələrə biz onu yetişdirə bilərik. Məgər elə Salman Farsinin özü ki, demək olar ki, səhabələr içində bəlkə Salman Farsi məqamına çatan olmayıb. Çox yuxarı olub məqamı olduqca. Yəni məgər Salman Farsi kim olub? Müxtəlif dinlərini dəyişəcək. Bəli, bəli. Zərdüştlükdən, nə bilim, atəşpərəstlikdən, İrandan hey baxır, deyirmiş bəlkə bu haqqdır. İçində o fitrətinə bəli cavab axtarırmış. Öz fitrətinin səsinə istəyirmiş cavab versin. Gah Məsih olur, gah müxtəlif, ta gəlir Allah onu hidayət edir, gəlir Əli əleyhissalamın məhzərinə gətirir peyğəmbər məsələn, ta onu o cür məqamlara gəlib çatır. Yəni tədrici olaraq.